Qalibi seç düyməsini ekranda görək. Qalibi seç düyməsini ekranda gördük və artıq 10 saniyəlik geri sayımız başladı. 5 saniyəmiz qalıb. 5 saniyədən sonra bir nəfər bizdən iPhone 17 qazanacaq. 1 saniyə və 0 saniyə təbrik edirik. Və mən istəyərdim ki, qalibimizin baksel nömrəsini səsləndirim. 99 795 97. Bir daha səsləndirirəm. 99 795 97 mobil nömrələ istifadə edib bizdən iPhone 17 qazandı. Təbrik edirik. Keçid alaq digər biz tirajımızın qalibinin elan olunmasına davam çıxırıq və artıq biz dekabrın 4-ünə olan qalibimizi müəyyənləşdirəcəyik. Qalibi seç düyməsini sıxaq. 10 saniyəlik geri sayım başlayacaq və 10 saniyədən sonra daha bir nəfər bizdən iPhone 17 qazanacaq dəyərli dostlar. Bəlkə də bir şansdan, bəlkə də 3 şansdan bilmək olmaz. Amma sonunda iPhone 17-yə sahib olacaq və 2 saniyə, 1 saniyə və 0 saniyə təbrik edirik və mən istərdim ki, qalibimizin baksel nömrəsini səsləndirim. 99 831 71. Bir daha səsləndirəm. 99 831 71 mobil nömrələ istifadə edib bizdən iPhone 17 qazandı. Hər iki qalibimizi təbrik edirik. Hər zaman həyatlarının hər sferasında, hər mövzuda bu cür şansları və talihləri gətirsin. 2 qalibimiz oldu bizim və biz qeyd eləyək ki, bir gündən sonra, yəni xüsusilə ayın və daha doğrusu birinci günü biz sizin önünüzdə olacaq. Yenə 2 nəfər iPhone 17 qalibini sizlə birlikdə müəyyənləşdirəcəyik. Eyni zamanda ayın 10-u, yəni gələn həftənin 3-cü günü artıq 10-cu zikr öz sahibinə qovuşacaq. Bunun üçün dəyərli dostlar, vaxtdan istifadə eləyək və loteriyada iştirak eləyək. Onu da xüsusilə qeyd eləyim ki, az öncə də vurğulamışdım nitqimin əvvəlində, 31 dekabrda Porsche Cayenne oynanılacaq. Bunun üçün də elə indi sürətli formada yayım həmən bitəndən sonra şans paketlərini aktivləşdirin və bilmək olmaz bəlkə də bizi izləyən dostlardan biri elə Porsche Cayenne sahibi olar. Son olaraq hər zaman vurğuladığımız sloqanı da deyib, biz yayımızı yekunlaşdırıq. Şanslar bizi tapmır, biz gərək şansları bəzən özümüz də yaradaq. Elə bu şans paketləri də bunun üçün bir vasitədir. Gələn canlı yayımlarda görüşənədək. Xudahafiz.